Əvvəl kişi girirdi içəri, ayağının qədəminin səsindən bilirdin ki, kişi gəlir. Səsinin tembrindən bilirdin ki, kişidir bu. İndi saç baş ağarıb, ağzın açır, bilmirsən kişi danışır, qadın danışır, bilmirsən düz danışır, yalan danışır. Allahu Ekber, Allahu Ekber. Axırı zaman, ay axırı zaman. Sən nə qədər imanlar yandırmısan, ha? Və cavanlarımıza da tövbə şərafəti qismət elə. Cavanın axı hissiyatı güclü olar. Cavanın hər bir hissiyatı güclü olar. Məsələn, fiziki güclü olar, yeməsi güclü olar, tamahı güclü olar, hissləri oyaq olar. Onun üçün görürsən, bütün cavanın böyrünə bir dənə tövbə hökmü qoyur. İnabət və tövbə. İnabət yəni öz hissinə yox, şəriətə qayıtmaq və cavan ikən xəta etdi, tövbə ilə tez onu yumaq.